4 sotda, 3 mərtəbəli, 360 kvadratda sizlərə şəxsi tikili nəhəng bir evimizin təqdimatını edirəm. Ev yerləşir Masazır qəsəbəsində asfalt küçəsi olan 6 nömrəli məktəblə üzbəüz küçədə. Yəni ideal bir ərazi yerləşir. Baxın, belə bir geniş həyətyanı sahəmiz var. Bu arada həyətyanı sahənin davamı arxadadır. Evimizin arxa hissəsini keçmək üçün 360 dərəcə ev sahibi tərəfindən yer buraxılıb. Evimizin çöl fasad görüntüsünü gördünüz. Baxın, burada belə bir bisetka hissəsi var və bunun altı da dəyərli izləyicilərimiz ehtiyac su çənidir. 8 tonlu. Baxın, burada manqalnisi falan hər bir şey öz qaydasındadır. Bundan da əlavə girişdə trapımızı görə bilərsiniz. Paket kupçalı bir evdir. Dövlət ipotekasına tam yararlıdır. Qiyməti sonunda deyəcəm. Bax, burada da gördüyünüz kimi sanuzer hissəsi və keçid edirik evimizin arxa hissəsi ilə sizləri yaxından tanış etmək, yəni bağı, bağçası olan hissəsi ilə sizləri yaxından tanış etmək və birdən fikirləşərsiniz ki, öndən görüntüsü 2 mərtəbədir. Necə oldu mən 3 mərtəbə dedim? 3-cü mərtəbədə dəyərli izləyicilərimiz evimizin bağ hissəsinə keçmək üçün yer buraxılıb. Baxın, burada gördüyünüz kimi geniş bağı, bağçası, yəni ağaclar falan da əkilib, güllər də əkilib. Keçid edirəm ən maraqlısına, yəni bura bambaşqa bir, yəni sakitçilik axtaranlar üçün ideal bir, belə deyim, alandır. Baxın, beton ligerlərlə tikilib, bu arada evimiz sütunlarla tikilib, yəni evin tikintisinə söz ola bilməz. Bax, burada belə bir səliqəli, belə deyim, otaq kimi də istifadə edə bilərsiniz və yaxud da elə rahatlıq dincəlmək üçün də istifadə edə bilərsiniz. Və keçid edək evimizin 2-ci və 3-cü mərtəbə ilə sizləri yaxından tanış edim. Dəyərli izləyicilərimiz, indi isə evimizin interyerindəyik. Gəl, yavaş-yavaş bir-bir otaqlarımızı göstərək. Qonaq otağının bir dənə genişliyinə bax, özə sağlı-sollu pəncərəsi. İdealdır, həqiqətən də söz ola bilməz. Mətbəx hissəsi ilə sizləri yaxından tanış edirəm. Baxın, belə bir səliqəli mətbəx hissəsi və 1-ci mərtəbəmizdə olan yataq otağımız, dəyərli izləyicilərimiz. Baxın, uşaq yataq otağı kimi istifadə edirlər hal-hazırda buranı. 1-ci mərtəbədə olan çox qəşəngdir. Sanuzer hissəsi ilə sizləri yaxından tanış edək. Baxın, radiator aparatları falan hamısı burada quraşdırılıb. İndi Nicat bir dənə qardaş buranı çəksin, qəşəng. Burada da pilləkənin altında baxın, belə bir alan hissəsi də var ki, lazımsız əşyalarınızı yığmaq üçün istifadə edə bilərsiniz. Pilləkənlərimiz betondandır, qıraq əşyalıq, dəmirlikdən də çox qalındır, həqiqətən söz ola bilməz. Keyfiyyətli tikilib, tam şəxsi yaşam məqsədi üçün tikilib. 3-cü mərtəbəmizdə də dəyərli izləyicilərimiz ayrı-ayrılıqda 3 yataq otağından ibarətdir. Yəni buranın da ərazisi, yəni dəhlizi çox genişdir. Burada yerləşir evimizin sanuzer hissəsi 3-cü mərtəbəmizin və ayrı-ayrılıqda da 3 yataq otağı. Bir dənə buradan ərazini çək, çox hündür bir ərazidə yerləşir. Söz ola bilməz bu əraziyə. Burada bir yataq otağımız. Bütün pəncərələrin qarşısı açıqdır. 2-ci yataq otağımızda çək zəhmət olmasa, ölçülər də kifayət qədər genişdir. Burada da 3-cü yataq otağımızı görə bilərsiniz. Və son olaraq da keçid edirəm evimizin eyvan hissəsi ilə sizləri yaxından tanış etməyə. Bax, tam asfalt küçənin kənarlığında yerləşir. Paket kupçadır. 180 min manat start qiymət deyilir. Real arzlarımıza da endirim olacaq.